Anidən atanın səsinin yüksəlməyi, evdəki hər hansı bir şiddet, Yəni uşağın qorxmağı. uşağın həddindən artıq qorxmağı, həqiqətən də stres keçirməyi bu xəstəliyə gətirib çıxara bilərmi? Yəni tutula bilərmi həmin anda? Bilirsiniz, niyə tutula bilmir? Elə stressdir də. Böyük adam yenə də müdafiə funksiyası var daxilində, hansı formadasa. Uşağın o müdafiə funksiyası yoxdur. Çox düz deyirsiniz bu sualda. Neçə dəfələr nə olub? Doktor, bu qorxudan ola bilər. Nə qədər mənə valideynlər görürsən, elə bir ikilikdə sual verirlər, hansısa bir momentdə ki, doktor, bu uşaq elə sağlam uşaq idi. Qorxudan ola bilər. Deyirəm, hə, necə ki? Sonra başlayır ki, evdə bəs belə oldu, çox belə gərginlik yaşandı, atası uşağı əl qaldırdı, ya filan oldu, ya aramızda evdir. Görürsən, olsun ki, nə bilim, lap vulqar formada olsun ki, aralarında münasibət olub ki, gərginlik yaşanıb, uşaq da bunun şahidi olub. Əlbəttə, yəni bu çox güman ki, elə o stres faktoru dediyimiz burada da öz işini görüb. Burada onda belə çıxır ki, sizin cavabınızdan da o çıxır ki, biz uşaqlarımızın, ümumiyyətlə gənclərin, insanın psixologiyasını, elə ən psixologiyasını nəinki, bütün sağlamlığını ta ki uşaqlıqdan xüsusi diqqətlə qorumalıyıq, ən çox da uşaqlıqda. Çox düz deyirsiniz, əlbəttə uşaqlıqdan. Uşaqdan, birisi, məsələn, baxın, elə leykoz xəstələri uşaqlar arasında ən çox 3, 7, 8 yaşında olur. Təsəvvür edin. Yəni o demək deyir, 15-də olmur, 20-də olmur, 20 olur, hamısında olur. Amma xüsusən uşaqlarda 3 yaşından 7-8 yaşa qədər olur. İndi sizin deməyiniz, inanın ki, mənim özüm üçün elə bir siqnal oldu ki, bəlkə elə bu faktorun rolu var ki, nəyə görə, elə iminlə bu yaşda uşaqlarda nəyə görə leykoz çox olur? Müdafiə. Gördünüz, doğrudan deyil, elə bu mənə bir siqnal oldu. Bəlkə də doğrudan da həmən faktordan. Yəni, uşağın o vaxt, o bezdaşlıqdır, müdafiəsiz yaşıdır. Bilirsiniz, sonraki yaşlarda yenə ən azı qaçır, ən azı görürsən, hansısa bir reaksiya verə bilir. Amma bu yaş ən bezdaşlıqdır da, ən müdafiəsiz bir yaşdır ki, doğrudan da ola bilsin. Çox gözəl bir sual verməni elə bil mənim beynimdə bir fikir oyatdı.